Bir şeyləri biz aşırı edəndə, bir şeyləri çoxaldanda həyatımızda, məsəl üçün də hə, alış-verişi çoxaltdım, yeməyi çoxaltdım, qurban rolunda olmağı çoxaltdım, kiməsə baskı etməyi çoxaltdım. Fərqi yoxdur mən nəyi çoxaltmışamsa. Mən nəyisə çoxaltmışamsa, demək ki, avtomatik olaraq nəsə azalıb. Avtomatik olaraq nəsə azalıb, o azalan. Bax, məsələn, hə, cəsarətin az olması ya da çox olması. Salam, salam. Hə, aşırı cəsarət, aşırı belə, necə deyim sizə, ay heç nədən qorxmuram, nə bilim, nə olursa olsun mənim heç bir şeydən qorxum falan yoxdur. Yəni bu nə dərəcəsindədir? Artıq absurd dərəcəsində cəsarət tutalım. İndi siz burada nümunə cəsarət verdiniz, düzdür? Yəni absurd dərəcəsində cəsarət tutalım olduqda nə azalır? Ehtiyat. Sən ehtiyatlı olmağı azaltmısan burada, düzdür? Ehtiyatlı olmağı azaltdıqda avtomatik nə baş verir? Cürəbəcür sən hadisələrlə üzləşirsən. Yəni pis bir şeylər başına gələ bilir də, düzdür? Yəni sən çox cəsarətli şəkildə tutalım avtomobil idarə edirsən. Bir çox şeylər insan edə bilər, hədsiz biraz özünə güvənib, aşırı. Ya da cəsarət çatışmazlığı. Hə, cəsarətin çatışmazlığı nədir? Bax, cəsarət azdırsa, demək ki, burada ehtiyat etmək çoxdur. Qorxu çoxdur, risk etmək qorxusu çoxdur. Hə, riskdən, insan addım atmaqdan, yenilikdən, deməli bu donmuş vəziyyətdə qalmış bir insandır. Cəsarəti azdırsa, biraz həyatını dondurmuş bir insandır. Yəni burada deməli donuqluqdan çıxıb, biraz aktivlik, düzdür? Deməli cəsarətsizlik nədir? Donmaq kimi, passivlik kimidir. Düzdür? Ümumiyyətlə nəyilərisə biz çoxaldırıqsa, balans yenə də çoxalıb, nədəsə balans pozulubsa, hə, tutalım yenə də kiməsə qarşı çox baskıcı olmuşuqsa, ya hədsiz dərəcədə kimdənsə qorxmağa, çəkinməyə, onu uyğunlaşmağa çalışırıqsa, düzdürmü? Burada sən cəsarəti azaltmısan, düzdür? Sən burada kiminsə önəmliliyini çoxaltmısan, nə baş verir? O baş verir ki, sən hələ bil, istər bu rolda ol, istər o rolda ol, sən şəxsiyyətində müəyyən, sən xarakterində mənfi tərəflər ortaya çıxacaq. Mənfi tərəflər daha da çoxalacaq və insanlarla ünsiyyətin keyfiyyəti pisləşəcək.